Salam, mən Lidiya və mənim kruqum. Necəsiz uşaqlar, necədir işlər? Əla, yaxşı. Əla, super. Əla olmağımın səbəbi odur ki, havalar düzəldi. Axır ki. Şükür. Qar əridir. O duman nə idi elə? Duman olsun, amma hava çox qəşəngdir. O dumana görə mən çıxdım, getdim buradan da. Onu bildirməli idim də. Oliqarx adamdır, hava xoşlayamadı, çıxır gedir. Mənli idi. İsti yerlərə gedir. Bəli, Lidiya xanım, necəsiniz? Siz özünüz. Bugün əlayım, çox həyəcanlıyam əslində bugün. Niyə? De görüm niyə? Stilimi dəyişmişəm. Nə stildir ki bu belə? Deyə bilmərəm, stil təzədir. Təzədir. Əslində bugün çox həyəcanlıyam, çünki doğrudan da bugün bizim qonağımız var, bildiyiniz kimi. Özüm şəxsən bu adamlı videolarından keçə bilmirəm. Həmişə qrupada göndərirəm, həmişə sona qədər baxıram, o videonun nəticəsini həmişə görmək istəyirəm. Hətta sənin də elə bir videon var. Mənim də elə videom var, bəli. Kim təqdim eləyəcək bizim qonağımızı? İstəyirsiniz, kim təqdim? Məncə hamımız bir yerdə. Bizim qonağımız kimdir? Instagram və TikTokda fenomen Vüsal Bərbər. Başlayan. Şad oldum. Salam aleyküm Vüsal. Xoş gəlmisən. Biraz istəyəcək ki, mikrofona yaxın olasan. Buyurun. Bəli. Xoş gəlmisən Vüsal. Axşamınız xeyirli, uğurlu olsun. Təşəkkür. Keyfin əhvaldır. Əla. Super. İndi lap əla. İndi lap əla. Lap əla. Belə uca səslə də rahat danışa bilərsən ki, mikrofona yaxın olmağa görə. Hətta bir dirsəklənə də bilərsən, maksimum dərəcədə burada. Maksimum rahat. Rahadım, rahat. Hər şey. Keyfin əhvaldır. Salamatçılıq şükür. Siz necəsiniz? Siz yəqəndə yeni Sən gördük, yaxşı oldu. Səni gördük də orada belə. Aram var. Adamın настроениясы qalxır. Minnətdaram hər birinizə. Mən də izləyirəm sizi. Maşallah olsun. Təşəkkür. Uğurlarınız bol olsun. Təşəkkür edirəm Vüsal. Çox sağ ol. Allah sizi var eləsin. Vüsal, bu son dönəmlər, yəni hardasa neçə aydır? Aşağı yuxarı. 4-5 aydır ki, həqiqətən də Vüsal Bərbər Xırdala TikTokda və Instagramda fenomen olub. Və bizə də maraqlıdır və bəlkə də çox izləyicə maraqlıdır ki, suallar var ki, onları cavablandırmaq istəyirlər. Və biz də düşündük ki, səni qonaq çağıraq bu günlər verilişimizə və bu sualları həm səninlə bərabər cavablandıraq, həm də sosial medianın indiki gedişatı var. O da bizə maraqlı ki, bundan yaxşı mənada istifadə edə bilirsən və suallar indi ard-arda yaranacaq bizdə. Təbii ki, bizim ilk sualımız verin. Mən ilk sualı yoxsa kim vermək istəyir sualı? Sən vermək istəyirsən. Mirzə gözləmirdi ki, belə təqdimat olacaq. Necə belə elə? Sən başda, başlamısan. Ardın gətir sualları, mən improvizə edəcəm. Çünki yəni hazırlamamışam özümdə sualları. O bizdə biraz sualları verəcəm. Elədir. Bu arada o da qonşundur, yəni. Aha, doğrudan yaxın orada mıydı? Qonşu sağıma getmirsən yanına, niyə? İnşallah gələr. Düzələcək. Kainatda Bəli, birinci sualımızdan başlayaq. Buyur. Vüsal, sən istəyirdik ki, özünü izləyicilərə tanıdasan. Bu kamera, bir də bu kamera səni çəkir. Bizə də maraqlıdır. Yəni, hər kəs Vüsal Bərbər Xırdala kimi tanıyır, amma Vüsal... Əsl Vüsalı yəni tanımırlar. Əsl Vüsal, bəli. Allah sizin köməyiniz olsun. Mən 23 ildir bu sənətdəyəm. 19 ildir professional sənətdəyəm. Yəni, Allah qaldıranı heç kim endirə bilməz, Allah endirəni heç kim qaldıra bilməz. Son 3 ayda, 4 ayda şükürlər olsun, yəni gündəmə gəldim işimlə bağlı. Həm əl qabiliyyətimlə, həm bu gün mənə çox şükürlər olsun. Yəni, siz də mənə dəvət eləmişsiniz bura. Yəni, belə sadəliyimlə birinci növbədə. Yəni, müştərilərim də hər biri məndən razıdır. Onları həmişə mən öz işimlə istəyir, Avropada istəyir, Azərbaycanda həmişə işimlə danışmışam. Lap yaxşı. Avropa demişkən, Avropada, yəni Avropadan qonaqlarında var, yəni elə bir şey olur. Mənim təşəkkürlü olmasın, təşəkkürlü sevmirəm. Yox, qətiyyən, yəni sadəcə maraqlı kimi. Mənim Avropadan, yəni elə bir ölkə yoxdur. Təşrif buyurmasın, gəlməsin. Azərbaycanlılar da. Bəli. Azərbaycanlılar yoxsa xarici vətəndaşlar? Xeyr, dünya Azərbaycanlılar. Dünya Azərbaycanlılar. Bəli, dünya Azərbaycanlılar. Gözəl. Maşallah, Fransa, Amerika,
İsrail, yəni hətta zəng vururlar oradan, rezerv eləyirlər, yer yazdırırlar. Təşəkkürlü olmasın, kən də deyirəm. Mən bütün həmkarlarıma ruzi bərəkət arzu edirəm. Bəli. Amin. Mən əvvəllər Amin. baxanda Qoşulur. videolara elə Bəli. bilirdim ki, belə deyim də, sadəcə olaraq göstəriş üçün elə deyirlər. Əstəğfurullah. Doğrudan mı Mən gəldi? elə bir yerdə işləyirəm ki, qapalı yerdə, həyət evlərində. Şəhərin sentrində deyiləm. Məni bu dəqiqə Targovun sentrinə dəvət eləyirlər. Getmirəm. Mən oturduğum yeri zirvə eləmək istəyirəm. Gözəl, Getmirəm. gözəl. Maşallah olsun, bu gün mən şükürlər olsun, kütləmi yığmışam. Bəli, Əsas bəli. qanacaqdır. Sənətdən deyir əldə. Əsas birinci qanacaqdır. Şəxsiyyəti hər şeydən üstündür. O nöqteyi nəzərdən kütləmi yığmışam qardaş. İşləyirəm, maşallah olsun. Vüsal istili də deyəndə ki, qardaş. Vüsal istili deyəndə qardaş. Hamı uca bilir. Bəli xanım, bəli. Bir brenddir. Allah sizi var eləsin. Yəni ona o saçı mən 2005-ci ildə işləmişəm. Rıza. 2005-də. 2005-ci ildə, 2006-da işləmişəm. Vüsal stili. Bəli, o Vüsal stili deyil, sportiv mi deyirdilər ona? Hə, pole box. Call box. box, Sport. Hə, belə bir şey. İndi deyirlər crop. Məsələn, fade saçlar deyirlər, fade. Xeyr, fade deyil. Nanet o saçın adı. Nanet. Nanet? İndi fade deyirlər. Niyə də başqa ad deyilməlidir burada? Gəlin olduğunu deyək. Amma indi sən Vüsal istili. Vüsal istili deyil. Vüsal istili deyil. Vüsal istili deyil. Bence də yoxdur. Başdan maraqlı olsun da, yəni başqa. Yox, əlbəttə ki, yəni o Bəli. sualım var deyəsən, buyur. Yo, danış. Yəni Günləri Avropada 2 ölçə, 4 ölçə, Amerika həyatda deyir, Allah Məhəmməd ya Ali. Nə xoş bizim alımıza. Hamımızın uğrudur. Bəli. Maşallah uşaqların da ağzından bu günləri deyirlər ki, hamı uşaqlar görülməz, tam səmimi danışacağam ha. Həyatda necəyəm, burada da belə. Elə bir şey də elə olar. Məktəbə gedirəm, balacamı götürürəm. Hamı qaçırlar dalımca 60 nəfər. Vüsal istili. Mən də qoşulam onlara. Allah'a and olsun, mən də qoşula deyirəm. Başlayaq inşallah. Allah'a and olsun, bana diyalog olur. Qardaş, özüm də rahat oluram. Səmimi. Vüsal stilindən alıb bu başlayaq inşallah da artıq. Çox, Allah doğrudan mən- çox belə Mən o təqdimat çox evimdən gözəl. çıxanda da demişəm. Yadda qalandı yəni. 40 yaşım var, 41 yaşın içindəyəm. Sizə can sağlığı arz edirəm. Amma sən belə Hər baxıb birinizə. demərsən. Allah köməyiniz olsun. 84-cü ildən oktyabrın 2-sindən. Mən evdən çıxanda da o söz demişəm. Prosta nədən Allaha qurban olum, qismətimdə oldu da qardaş. Başladım o saça. Gələcəm o Xumar xanımın masasına, yəqin ki, o siz keçərdi mənə. Salamlayıram buradan Xumar Qədimoğuna. Allah can sağlığı versin. Mən Görüşünüz olub Xumar Qədimova ilə? İnşallah Allah qismət eləsin. Olacaq. Olacaq inşallah, danışıq olub Allahın köməyi ilə yaxınlarda yaxşı Özü olar gələcək onun inşallah. yanına. Allahın köməyi ilə. Saçınız qırdı. Bal box eləyir. Əslində Olmaz. doğrudan bəs xanımlar üçün, yəni xanımlar olub ki, müraciət eləyiblər və Bəli, dəfələrlə xanımlar yazırlar mənə, həm tələbə qismində, həm müştəri qismində mən qəbul eləmirəm. Mən yalnız kişilərə xidmət edirəm. Rus xanım niyə Öz adıma. yazır da? Yəni də nə istəyir bu? Pol box Xanımlara istəyir. xidmət edənlər də hörmətlə qəbul edirəm. Allah ruzularını versin. Əlbəttə ki. Öz adıma danışıram bir mənalı şəkildə. Amma gəldi o Vüsal stilini xanımlar istəyir ki, yəni mən bilmirəm. Bəli, var. Var, Var. istəyir. Gediblər. Bəli, var. Qısa saç Var. kəsdirən xanımlar var. Var. Doğru. Amma yəni o bir dəfə də bəlkə yoxlama olar. Mən göndərəcəyəm. Mən göndərək. Yəni ən çox videolar həqiqətən baxın bizim yəni, daimi Instagram şəkildə. qrupumuz Bizim var, qrupda. ona göndərin. Lidanın hətta bir dənə videosu var. Mənim video Kopyada. var. Bəlkə Maşallah. göstərəsən Lida. Göstərirəm, üstümdə telefon yoxdur. Hə, indi bir sonunda daha göstərəcəm. Baxarıq, bir də onu inşallah göstərərik. Yəni xanımların da müraciətlə mənə gəlir ki, istifadə etmək olar. Onu dediyim kimi, yəni bu da artıq sənin bir tərzin oldu. Bəli. Hər kəs də başlayanda deyir ki, başlayaq inşallah. Yəni onu da elə bilirəm ki, o da birdən elə aldığa gəlir ki, videoda bundan istifadə edilməli. Sırazı, hə qardaş, bir dənə saç paylaşdım. Deməli, qəşəng işlədim bir dənə Vüsal istinli. Sırazı 2024-cü ildə Xumar xanımın axırıncı mahnısıdır kainatda. Deməli, paylaşdım, montaj da dedilər köməkçilər. Baxdım, bir anlıq o yerini tutdum qardaş. Tam səmiyyətimlə deyirəm, kainatda yoxdur sənin bənzərin. 2025-ə daxil oluruz. Dedim, neynim. Gəl elə bununla inşallah paylaşım, axıra qədər. Halal xoşu olsun. Dəfələrini yazırlar mənə, trend idi, sən brend elədin onu. Min halal olsun. Halal xoşu olsun, bax buradan da səslənirəm. Min halal olsun. Xumar xanımı, bu mən o mahnı ilə paylaşım eləməz qardaş. Yəni Kainatda bütün- yoxdur sənin bənzərin. Özü də vurğulayıb, bəli. Deyib ki, seçimi çox gözəldir, inşallah. Yaxşı olacaq onun üçün, yəni. Yəqin izləyici sayı artıb ona görə. Allahın köməyi. Maşallah var idi.
Yenə laf çox olsun inşallah. Amma doğru. Gələcəkdə müqavilə bağlayacaq inşallah. İnşallah, Nə inşallah. zaman İnşallah, inşallah. Yo, amma həqiqətən Kainatda də o cür başqa zora kainatda var sənin yoxsa. Misal, indi Xırdalanda sən fəaliyyət göstərdin, Bəli. düzdür. İndi Xırdalanda bu kainatda oxşar olanlar çoxdur, eyni stilə. Amma Yoxsa Kommentarda özün də oxumusan da, çox kommentarda deyir ki, Ay, sağ ol. Xırdalanda hamı Vüsal Hamı istəyir. bir-birinə. Hə, eyni. Siz inanırsınız ki, mən həmişə keçmişmən baxan insanam. İstəyir olduğu adam, istəyir sənət baxımından. Mən hardan gəlmişəm? Mən Xırdalan çörəyini yemişəm. Birinci mənə kim tanıyırdı? Xırdalan işləmişəm. Qardaş, inanırsan ki, indi işləyirəm ha Xırdalan 30%-ni. Mənim 70-80%, 60% Avropada, bir də şəhərin Azərbaycan arasında rayonlar, bölgələr. Tam səmiyyətimlə. yaxşı, indi Vüsal özün də Xırdalanda qalırsan? Bəli, əslin Hal-hazırda. masallardandır, Xırdalandan adam olmuşam. Allah sən yaxın. Bax, Vüsal, Cənuz olası. Mən də Lənkəranlıyam bir daha. Masallıdan Allah qəbul etsin bütün bölgələrimizi. Vüsal dediyindən bir sual yarandı məndə. Can. Deyirsən ki, 30% Xırdalan. Hə? Yəni bu tutuzdurandan sonra deyək də, ondan sonra qiymət artımına görədir bu, yoxsa yəni ola bilər də qohum qonşu da əvvəl məsələn başqa qiyməti kəsdiriblər. İndi haqlı olaraq, Aydındır. yəni gəldiyi mövqeyə görə qiyməti də dəyişmiş. Aydındır mənə. Və ola bilər ki, köhnə müştərilərin imkanı çatmır. Mən bir söz nəzərinizə çatdırım. Şəhid ailələrimiz, qazilərimiz, veteranlarımız ömrümün axırına qədər istəyir, nə zirvədə olun, təmənnasız qulluq eləyirəm. Təmənnasız. Üzr istəyirəm ağ bilsəklərdən, ağsaqqallardan. Mənim hətta oğlum da sənətdə olsa, o da borcludur onlara, atası kimi. Çox. Bir mənalı şəkildə deyirəm, amma qaldı belə sizin sözünüzə gəlirəm. Ola bilər maddi cəhətə görə də azalıblar. Amma mən heç kimi qapımdan naciman qaytarmamışam. Canlıma yıxsınlar bu dəqiqə. Heç kim məndən inciyə bilməz. Saç kesimi 30 civarındadır. Kim gəlib 10 madım var, 15 madım var. Kasıb adamdır. Demişəm, buyur. Əsas pul deyil. Buyur, başlayaq. Buyur, başlayaq inşallah. Yəni qardaş, tam səmimi. Allah. Allah Yəni bu sivar gələn hər bir müştəri o videonu istəyir, yoxsa sən özün təklif etsən gələn video çəkir? Xeyr. İstəyir. Adam başı hətta canlı açmıram. Üzr istəyirəm, yəni iş adamları, yəni belə olanları mən canlı açmıram, istəmirlər də. Fikrinə hörmətlə yanaşıram qardaş. Çəkilişdəki əvvəlcə özü deyir ki, bəli, zəhmət olmasa paylaşım olar. Mən də baxıram saçın formasına, ondan sonra qərar verirəm. Mənə deyirlər, Vüsal, eyni saçı keçirsən, eyni saçı işləyirsən. Qardaş, tələbat budur. Budur. Mən sənə necə deyə bilərəm ki, feyd işləyir. Gəl nanet işləyək. Deyirsən, qardaş, gəlmişəm də, Vüsal istili istəyirəm. Hə, yəni 10 gün qabaq rezerv edirsən, qardaş. 10 gün. 3 günə, 4 gün eləsən səni işləyə bilməyəcəm. İndi ona görə indi gələn müştərilərin çoxsu ancaq o tərzi istəyir də. Məsələn, bir dənə sözü kəsəm. Yəni Xoşdur. bu dəqiqə faktiki olaraq bəzən Ayca. videolara özündə baxsan da. Bəli. Elə adam var ki, videosunda istəyir, o Vüsal stilini istəyir, amma nəticədə yaraşmır adama. Düzdür? Gedmir. Mən uje çalışıram paylaşım eləməyim. Hə. Ona həvalə edirəm. Özün WhatsApp-ında paylaş. Hə. Amma mən paylaşmıram. Hə. Ona halal xoş eləyirəm. Əlbəttə. Buyur, özün paylaş. Amma mən öz paylaşmıram. Mən çünki Vüsal istili məsələn gəlirlər 40 yaşında, 50 İsraildən gəlmişdi biri, İsraildən. 51 yaşında zarafat deyil, mənim 38-im. 38 yaş elədim ona. 2 aydan bir dəfə gəlir. Yəni o yaşı necəsiz? Nə belə tanımadım. Yəni o necə Elə fərqlənir? buraxmırlar da. Məncə 38-dir bu gün. Yəni necə yəni? Değişim Niyə elə. 32 deyil, 40 deyil, 45 Təcrübədir deyil? də məncə, təcrübədir. 38. Məsəl üçün 51 yaşı var. Mən onu necə deyə bilərəm 31? 51 yaşdan, bəli, 28 də deyirəm, 35-dir, 27 də deyirəm. Maksimum Vüsal, neçə yaşlanmısan aşağı? Maksimum. Ev olur ki, məsələn 15 yaşında uşaqdır, 16 Biri yaşlandı, çox yola qəşəng çıxmış. Belə bir komment var idi, çox gözəl idi. Yoxdur. Deyir ki, deyir 15 yaşı var uşağın, gətirib yanına deyir. Yox edə yox bilərsən. çıxartma deyir. 15-i mən qaldırıram. Hə, elə. 15-i qaldırıram. 15-i rahat 20 deyirəm. Səndə limit var. Limit. Ay sən mən 15-i necə oynayırsan ki? Biri də oradan yazmış da, deyir yox elə bilərsən onu. Yalnız sən kommentləri oxuyursan hamısı. Mən bəzən oxuyuram, köməkçilər. Eşqin bəydir, köməkçim, həm tələbəm. Mən bəzi demişəm orada məsələn 100 dənə yorum varsa, tam səmimi şəkildə deyirəm. Onun tutarları 5 nəfər, 5-i tutarlıdsa mən oxudum. Belə oxumuram. Özüm 5-ini oxuyuram. Cavablandırıram. Maraqlı, mənalı olan. Təşəbbüllü olmasın. Vaxt olub ki, yorumların hamısına baxmışam.
Hə, indi O demək deyil ki, vaxt o demək deyil ki, mən hardayım, əstəğfurullah, əl çatmaz Allahdır. Biz kimi ki, fəhləyəm də. Başa dönüm, gəndə bərbərəm, adi adamım. Fəhlələri. Sadəlik gözəl şeydir. Nə oldu? Gözləyirdin ki, çox üzr istəyirəm. Gözləyirdin ki, birdən ayıldım belə və məşhurlaşdım da, yəni. Xeyr. Bu strategiya idi, yoxsa belə özü tutdu, sən apardın da bu gözəl stili də, yəni necə başladı təqdimatı da, yəni bu nədən belə başladı? Yavaş-yavaş mən ən birinci təqdimatımda gəndə dediyim kimi bir yaxda vurğuladım. Paylaşım elədim, gördüm ki, takip, maşallah, maraq. Valideynlər yazır, uşaq hətta valideynlər var yazır mənə, qardaş. Oturublar çörək yeməyə, ata, ana, baba, nənə oturublar da belə uşaq ağlayır, deyir, yemirəm. Deyir, niyə nə olub? Məni aparmadın bir Vüsal istəyirəm. Vallahi billahi deyirəm, qardaşım, tam səviyyətimlə. Almayıb marojnu istəyir. Gecə ilə zəng vurur, mənə oturublar maşından Avropada bir uşaq var idi, danışa bilmirdi. Onu gətirdilər yanıma, mən onu necə danışdırdım. Uşaq necə danışdı, təzə-təzə dil açıb. Mən ona necə çıxıb, baxarsınız bir nə zəhmət olmasa, ona elə danışdım ki, valideyn mənə həm kövrəldi, bayırdı. Dedi, sən niyə Moskvadan gətirdilər promo düz yağıma, qaytardılar ora. Dedi, mənə bir solistini apar. Nə xoş mənim olma. Həqiqətən. Təbii ki, bu Yəni- belə bu boyda tələbat varsa, Çox Mən gözəl bir bərbər şey. olmaq istəməmişəm də, mən sənətkar olmaq istəmişəm. Sözün əsl mənasında. Hamı bərbərdir. Amma brend oldum. Brend oldum. Şükür. Yəni Vüsal, indi zaman keçdikcə Vüsal özü həqiqətən də Xırdalandan üzü mərkəz tərəfə böyük bir salon fikri var, yoxsa Mən məsələn, Bu deyil. üzr istəyirəm. Buyur. Vüsal Bərbər Targovi belə dəyişikliklər və yaxud nə bilim, aydındır mənə. gənclik, Bəli. o dəyişikliklər o yoxsa elə Filiallar. xırdalan olaraq qalacaq, filiallar olacaq. Mən Filial olar. 2008-də gəldim Azərbaycana. Allah hamınızı xoşbəxt eləsin, olmayanlara qismət eləsin inşallah ailə. Qardaş, ondan sonra Avropaya da getmirəm. Mən qırağa da çıxmıram. Bir yağ dediyin kimi oturduğum yeri Avropanı xırdalana gətirəcəm. Avropanı gətirmişəm. Zaten Bizdə də gətirmişəm, eyni şükürlər plan, olsun. masalara. Getmirəm. Qırağa getmirəm. Sən əvvəl bəyəm Avropada yaşayırdın sən yoxsa? Mən bax işləmişəm Kremidə, Smolenskdə, İstanbulda, Aksarayda, Laləldə. Orada işləmişəm. Yanında gənc vaxtlarım idi. Orada yavaş-yavaş. Abiydim. İndi maşallah. Yəni Şəhər orada batağanmır. Minnətdaram. peşəkarlar gəlmisiniz yəni. Azərbaycanda, Xırdalanda, Ustam Elman olub. Elmana da buradan salamlayıram. Hansı Biz də elman? salamlayırıq. Bərbər Elman. Xırdalanda. Yox, elə Xırdalanla qarşı. Yo. Bir ömür boyu borcluyam. Göydə Allahıma, yerdə ustama. Yaxşı, Vüsalın öz stili. Vüsalın stili, Vüsal stilidir, dolu formasıdır. Baxın, öz tələbələrim işləyir, dolu forması. Amma o şey yoxdur. Allah Həmişə qoyursan belə xəttlər. xət qoymuram. Belədir. Allah Elnuru rəhmət eləsin, Elnur Valihi. Mənim yerlim, Allahın qəni-qəni rəhmət Allah etsin. rəhmət Eyni onun tipidir, əzəlindən belə saxlamışam. Yəni çolka xoşlamamışam. Elə uşaqlıqdan. Elə Vüsal istəyirdi, prosta dolu forması. Dolu forması. Dolu forması nədir ki? Dolu, saçlı da, ağarmayıb da. Mən ağardıram elələri. Köllər yox. Çölcə olmuyor. Onda sənin bərbərin tələbələrindir. Bəli, Sən öz bərbərin tələbələrindir. Belə çıxır. mənim öz bərbərim. Hə. Bəli, onlara verirəm. Qırağa da gedə bilərəm. Mənim ustam da o eləyib mənə. Hə. Başını qıxdırmayıb mənə verib. Deyib işdə, narahat olma. Onları mən görüb onun yolunu. Valideynin görüb necə yolunu gedirsən. Əlbəttə. Nədə həmçinin. O da, bəli, o da salonun içində mənə bir valideyn kimidir. Evdən çıxdım, o da mənim orada göstərişim. Yəni o nöqteyi nəzərdən belə. Yaxşı, indi tələbələr nə sayı çoxdur? Tələbələr maşallah mənim yeni Vüsal stilini yeri gəlmişsə deyimsə, Aha. salonum böyüyür, VIP. Xırdalanda. Xeyirli olsun. Böyük bir salondur. Altı Vüsal parfüm, işte Vüsal Parfümü stili. də var. Xırdalanda, bəli. Hal-hazırda remont gedir. Xeyirli olsun. Xeyirli Allah köməyin olsun, xeyirli olsun, çox gözəl. Bizə də söz verib Allahın açılsın. köməyi ilə. Çalışa Açılışına dəvət edəcəm. Bütün heyəti Allahın köməyi ilə. Mütləq şəkildə. İndi o da dəb olacaq. Əvvəl dəbdə 6 moyka, üstü çayxana idi. İndi 6 parfüm. Ay. 6 parfüm, üstü İsti bərbər. bərbər. O da bir əldir. Əsas o üstü xanadır. İstirham. Bəs belə bir sualım var. Bayaq o qiymət məsələsindən danışırdıq. Bəs müştərinin saçı azdısa, onun deməli onu endirim də eləyirik. İndirim, yəni maddi durum, yox, adi məsəl saçdır, məsəl azdır. Məsələn. Məsələn, Bunun əziyyəti məncə daha çoxdur.
Keçəl vəbşi kaprizindir. Yola kraska qoyama elə. Ay sağ ol. Tüş qoyasan, tüş götürəsən. Ay sağ ol. Keçəl elədir ki, təmiz keçəldir. Yəni dolu saçı, yəni o fərqi etməz. Yəni qiymətdir. Belə. Hə, endirim də olmur yəni. Yaxşı, sosial mediada aktivsən də, yəni deyək, paylaşımlar falan. Bu sənin işinə təsir edir, yoxsa daha çox sən işi özü həss eləmirsən, uşaqlar məşğul olur sosial mediada bu paylaşımlarla, zavlandırmaqla? Yox, maşallah olsun. Təsiri göstərir işimin baxmağına. Yox, işin gedişatına yox. Yəni sənin özünə. Sən daha çox sosial mediaya yönəlsən, yoxsa ancaq işinə köklənmisən, onu uşaqlara həvalə eləmisən? İşmə köklənmişəm, amma sosialı buraxmışam Aktiv saxlamısan. köməkçilərə. Bəli, aktivdir. Onu hər bir zaman çünki özüm çatdıra bilmirəm, təşəbbüllü olmasın. Saç qırxan, video filan bunlar cəmiyyətlə işləmək ümumiyyətcə Əlbəttə. hər bir Asan insanın bir işdir. xarakteri, Asan bir iş. hər bir Biz ki insandan bunu işləyirəm. bilirik. Sizin iş maşallah təkləmişsiniz, mən 5 il. Elə bizim işimiz çünki hələ biz Tam səmimi. Tam Mənim səmimi qardaşım, çox Allah belə sizi var eləsin. tanışdığımız yoxdur. İndi Əslində mən belə vaxtında səmiyyət gözləmirdim, yəni yaxşı oldu. Doğru. Allah köməyiniz olsun. Yox, Rahat hiss elədim. Biz ilk danışanda elə Röjenlə zəng elədi, sala dəvət elədi. O momentdə elə hiss elədik ki, o əsl bizim adamımızdır, elə səmiyyətlə belə Əlbəttə ki. gözəl şəkildə də Sən verilişlər hiss keçirildi. eləyərsən. Biz əslində Heç bunu istəmirəm. danışırdıq Heç bir istəmirəm. aydır. Yəni Danışırsan elə başlayandan boş-boş. biz elə danışırıq ki, çağıraq, Başladım. çağıraq kimisə ki, Minnətlər. kim hal-hazırda internetdə, sosial mediada fenomendir. Kimdən hamı danışır, həmişə. Elə oturduq ki, bilmirəm bəlkə zəng eləyə indi, bəlkə növbəti çəkilişi Həqiqətən çağıraq. minnətlər. Elə Özü oldu. çox maraqlı qərar verdik. At sürürdük birdən. Elə oradaydıq. Kəsəsən. Reklam olmasın. Elə oradaydıq, belə zəng elədik. Elə desən eşqin cavab verir telefona həmin vaxt. Yoxsa başqası telefon? Başqası idi, Başqası idi, hə. Maşallah neçədən köməkçim var? 2 nəfər. 2 nəfər. Hə. 2 nəfər. O biz tələbələrim yaşı azdır, ona görə bunları əsas həvalə edirəm. Dedilər ki, əlaqə Bəli. saxlayacaq. Elə Bizdə bizdə freelance iş axtardım. İş saxlamaq. yolun da yaxın. Yolun da yaxında, tıxacı zətdə qalmaz. Biz də yaxınsan ki, orada qardaşım, nə var? Uzaq professionalda gəlsən. İnanırsan bir ayda getmirəm. Qulluğunda yapsan, əziz qardaş, qəşəng minnətli. Hiss olunur olsun. Sağ ol, istəyir. İşim var idi, bir sal gələcək belə. Saxlayıb özünü. İnşallah. Sal stil istəyirəm çoxdan. Bu sağ stil istəyir, hə. Biz Qəşəng. yəni verilişin axırında inşallah İnşallah. Mirzəyə bir Mən Neçə yaşlı Mirzə? 33 yaşım var. 25-ə inanırsan Mirzə? Ya. 24-ə. 20-də. Yox, 24-də çox pis şeylər olub. Özümdə qaldım. Vallahi 24-ü keçib. uşaqlar telefona cavab verdilər. Sonra dedi ki, boş olanda Vüsal bəy öz əlaqə saxlayacaq. Sırazı. Hə, əlaqə Məlumat saxlayacaq. Sonra verirlər. axşam da elə biz danışdıq bərabər. Bəli. Yəni bu səmimiyyət həqiqətən bizə xoş Əlbəttə oldu ki. ki, indi bu dəqiqədə özümüzü çox rahat hiss edirik. Allah Həm köməyiniz suallarda, olsun. həm- Evi ki bizim studiyadır. O mən fikirləşirəm, hər bir tanınmış adamın, yəni fenomen olan insanın bir fişkası olur. Nədənsə, nəyəsə görə partladır da belə deyək. Vüsala baxıram. Başlayaq inşallah 1. Xumar Qədivovun mahnısı 2. Getdi. Getdi yəni. Bütün klopkalara basıbdı. Hamısın. Polnu full sözü var, polnu. Doldurmuş ne yapmışsın Polnu Mirzə? full diye böyle komplektasiya bilənədir. Sonra nə var idi? Hardan gəlmisən? Hardan yəni, Hardan hardan izləyirsən? Hardan izləyirsən məni? O da oradan o suallar hardan yaranır? Üzr hesabla. O suallar hardan yarandı? Təbii. Yəni birdən ağla gəldi hardan gəlmisən Hə, yəni. təbii. Birinci dedim, yəni soruşum hardan gəlmisiniz? Qabaq mənə yavaş yaxında deyirlər məsələn Masazırdan. Mən Masazırın zarafat deyil 40%-ni işləyirəm. Şu Masazırdan gələni Masazır, xaricdən gəlir. Xaricdən yavaş. O anı yaşayırdım da. Belə. O deyim oldu. Hamından ünsiyyət yarandı. Daha da insan bir şey elədikcə, daha da. Məsələn, heç olub ki, elə bir ki, xırdalandan gəlib, yalandan deyib ki, bəs güya hardansa gəlib. Onun şahidi olmamışam. Olmamışam. Vicdanına buraxmısan da. Sağ ol. Amma şahidi olmamışam. Bəs eləsə olub ki, gəlib deyib ki, Vüsal stili istəyirəm, sonra da deyib yox, xoşuma gəlmədi, davay dəyişək. Bəli. Səmiyyətimlə deyirəm. Qıxmışam saçı, deyib gəl başqa cür eləyək. Vüsal istini istəmirəm. Yaxşı, o 40-ın saç üstündə ağardısan. Azaldıram, yuxarısını
feydə fırladıram da, fey. Ha. Yanına ağardıram, qaldırıram onu, başqa cürə eləyirəm. Yolları var. Şey uğrunda, yəni tam səhmi deyirəm, bəli, olur. Onu da biz bilmirik. Həm də quruşa baxıram da, üzün quruşuna baxıram. Görürəm, məsələn, məndən vüsal istili istəyirsən, mən deyirəm ki, vüsal istili eləməyək. Gəl nanet eləyək. Sənə bir dənə feyd işləyim, qəşəng kölgə. Yuxarını qaldır. Misal məsələn bir dənə üzr istəyirəm. Buyur. Bir dəqiqə saxla. Saxla bir dəqiqə. Mən bir dəqiqə. Yavaş. Mən yox. Rövşənə yaraşır səncə belə saç? Rövşənə. İndiki saç. Gözlər vüsal istili olsa daha da mən. Sağ ol. Onsuz salona gələcəm. Mən də bir İnşallah. başlanıcı salona İnşallah. gələcəm. Hamımız Baş orada çək. Bir başa Elə bil nəsə hamımızı. Bax arada bir sual versənə ki, dəqiq misal stili. Yəni Tam orada əminsən, hə? özün də şübhəli olursan amma. Buna misal stili yaradır. Olur ha. Başa baxıram. Tam misal stili deyil axı. Dəqiq qardaş. buna başlayır. Ya məndən şey məndən yox ki. Mən dedim. Nə yox ki, sən öz günahındır. Tam səmiyyətim. Sarışıq ya. Niyə altda parfüm eləyirsən? Yəni məncə bərbərə uyğun şey olmaz. Məsələn, lazer olar da kantsat qoysunlar, nəsə eləsinlər Xüsusən falan. oradan daha maraqlı. Ya məncə parfümdansa Parfum, bəli, orada mən lazeri fikrim var ki, salonun yuxarı ikinci mərtəbənin bölüm, addenli lazer yeri qoyum. Amma aşağını parfum eləyirəm, tələbat var. Parfum eləyirəm ki, rahatdır da, düşsün, tələbat var buna. Hər şey aşağıda var. Amma orada onda xanımlara xidmət olacaq. prosta məsələn lazer niyə deyirəm? Məsələn, Xırdalanında mən bilən yəni şeydir də, yəni yer olmaz meşə da deyil. yəni də. Yəni Yox, məsələn Mirzə özü görsən üzünə bax, saçının nə bilim, saçı ilə üzü birləşib, üzü ilə sinəsi birləşib. Var mı? Yəni bütöv birləşib Var, də, yəni bir uşaq da yaxın. O da yerdə olar, tapıb lazer gedər. də olar, fikrim var. Amma parfümü 100% eləməliyəm. Çünki aşağıda yəni obyektə Yəni adam eləməliyəm. gəldi. Orada pilyar da olacaq, maşinka da olacaq, orada saç. Orada Bilyard? pilyar, üstə taxılır. Hə, bilyar. Dünyada getdi. Bəlkə bilyardı yuxarıda elədim. İnşallah. Yuxarıda. Əslində yaxşı olardı. Qonaq gözləyir Bəli, bilyard oynayır. Müştəri gözləyir. Maşallah, yerdə genişdir. Biraz Mirzə xoşlayır, biraz gəlib gözləyir. Mən oynayıram arada. Bu da bilərsən məni. Mən çerez qəşəng vururam amma. Yo, o Mirzə də yaxşı udur. Oynayıb bilsən bilyard Mirzə. Nə kamera? Bilyard oynayaq bir də. Hə, Mən oynayıram. qəşəng bilyard oynayıram. Oynayıram. Əminsən Mirzə? Rus yox, ha, Rus yox. Yox, bir şey Rus yox. burada. Başlayaq inşallah bilyarda. Onda bir dənə vlog kimi çəkərik. Olar, nüş yox. Qəşəng. Bobda Bilyard bir Amma nəsə marağımız olsun. da, düz Bəli, bir şey olmaz. bəli. Qəşəng bir normal, interesant bilyard Elə bil oynayarıq. ki Mirzə Keçərik. uduzsa, Mirzəni keçə eləyir. Göşən fikir. Amma saqqal da saç da ikisini də kəssən. Yumurta olur. Qaşındı. Mirzə heç olmasa mığsa saxlayır. Məncə sən utsan daha Yaxşı. yaxşı olar. Yox, biz deyirik uduzsa, Vüsal uduzsa. Aha, Vüsal Obyekt uduzsa, hesabını vermir. Vüsal uduzsa. Bir il saçlı Pulsuz. Hemen lazımsız. saç Abonement. Vüsal istili. Mirzəyə bax məşqə başlayır. Mirzə, inanırsan, o söz verdimsə geyib lap məşq eləyəcəm. Motivasiya yaranır. Fikirləşirəm bir il, 12 ay mən Mirzənin saçını. Ayda 2 dəfə gəlsə Videolarda qaldı. bilyard kimi. Elə bir ki, saç qırxıram. Fikirləşirəm ki, mən Mirzəni nə edəcəm? Söv, yəni bir illik abunə qalır. Evi pişotuza qoşulur. Mən də hazırlayacağam, hazıram. Yox, Bir sən illik abunə var. bir illik abunə var, onu da udmaq lazımdır. Amma biz Hazırlaşıram da. Bir işində biz balet hə eləyək. biz balet eləyəcəyik. Kaç Sadəcə. 2-2 bölürlər. İkimiz Mirzəyə balet eləyirik, 2 nəfər. Mən tərəfədəyəm. Mən bilirəm, Mən sənin tərəfəyəm. Azər seçlərimiz də var. Hə mən Sən də mən tərəfə. Hə, mən Mirzənin Mirzə, Mirzə. Amma rus. Əslində mən də Mən də xanıma yol verirəm. Xanım var deyə. Mən də Vüsala balet eləyəcəm. İki Minnətdaram. nəfər hocam. Minnətdaram. Amma Mirzəni Sən saqqalsız yanımda oturmusan, yəni sənə Mirzə sən də bizə də saqqalsız görmüşük, yəni o deyil də yəni. saqqalsız sən görmüşsün. Tülmüş toyuq. Onun çəkişini eləyərik. Eləyəcəyik, hə, eləyəcəyik. Amma Səni keçəl görmək istəyirəm. Sənə yox. Bununla yap. sadəcə başınqanı buradan başlama belə bir Təsvir et ki, axırıncı daşımda uca aparıram da. Mirzə deyir ki, qardaşım, neyniyək, sən başlayırsan, eləmə də. Ala maşınka.
Onu yaşamaq əla olur. Mirzə Yesin bir dənə də onu eləyəndən sonra keçən sonra bir dənə də qardaşına o bir dənə parik verəsən keçən. Yox, paylaş. Çeçenka pariklər olur ha. Çeçenka parik demək yaxşı deyir, o şey də gəlmir. Bir dənə də o sual Bəli. mənə maraqlıdır. Buyur. Mən gedib saçım belə illəri. Yuxarı belə. Ha, Necə amma belə? tökülləri belə buradan Oy da yəni. da. O yəni Hörmətlə yanaşmaq lazımdır. Əvvəl belə tökürdülər, sonra belə O deyirəm. Hörmətlə Su yanaşmaq zırqatı lazımdır. belə Yəni hər bir insan fikrinə hörmətlə yanaşmaq Zövq lazımdır. tartışılmaz. Qardaş, mən bu pəncəyi geymişəm. Mənə uyğundur. Sən bir qara babını istəyirsən. Düzdürmü? Hərənin öz istəyi var. Keçmişdə ağsaqqallarımızı görürsüz də dədələrimiz, babalarımız. Bakınburt, əldə microphone, Onlar Elvan air ayaqqabı. O heç hörmətlə yanaşmaq lazımdır. Vüsalama bir məqam da var ki, Bəli. yaraşan insan var, Çərçivədən yaraşmayan. çıxmamaq şərti ilə də ancaq. Yəni çərçivədən. Bəli. Uji yaraşmaq deyə bilmərsən də qardaş, sənə bu yaraşmır. Sən o eləyirsən bunu, düşməlisən onun səviyyəsinə. Deməlisən nə yaxşıdır. Ürəkdən qəlbini qırmayasan. Son uzağa gəlmir. Bax bu keçərliyi qəbul O eləmir. yoxdur, qutarır. Həyatda yoxdur. Başını belə. Yox, qəbul eləmir. Bu Mən qəbul qəbul edirəm. eləmir. Mən qəbul edirəm. Allah bundan Ayda. saçı Mən uzadı. kompleks eləmirəm yəni, qəbul edirəm. Amma uzadı saçı. Faktiki. Okeydir, uzatmaq istəyirəm də. Nə yaxşı. Mən səndən Pakistanlıya oxşuyurdum. Yox, mən oxşuyur. Bir ildən çox biz sən Pakistanlı vidində Deyirəm, gördük. sən keçərsən də nə deyirəmmisən Köydə axı? ürəyim istəyir, səni də İndi keçəcəm mən də parik şey eləmə, Kamavidlə Yox. başlayacağım indi. Pari. Yox, bu saçı keçərli amma dirəşib yəni 2-3 Yuxarı. dənə 2-3 dənə saçım uzadır. Niyaməddin kimi bir dənə belə qalacaq axır. Qabağı elə söz, qabağı elə söz. Qabağı elə söz daha da məntiqli olar. Gələcəm onda sənə. İnşallah. İnşallah. 10 gün əvvəlcədən yazdım mən də yoxsa. 15 gün elədən o qurban. Nə deyə 2 dəqiqəlik iş var da orada. Yox, iş yoxdur. 15 Əslində demədi, keçərlər daha uzundur iş. Ay sağ ol. Kaprizm. Orada mən onu dolduracam, onun qəşəng keçərliyi bilinməyəcək. Heç kimsə tanımayır. Neçə yaşdır? Mən də 29. Tam səmimiyyətimlə. 29. 29. Salacaqsan neçə? 20-yə. 24-ü verim də sizə. Saqqal qəşəngxına ilə, amma o seyrə yerlər var ha. Onlar elə olmayacaq. Onlar dolu. Onlar dolu olacaq. Bax bizim kimi. Necə necə dolu. Qəşəng kantla, kölgə, vüsal istili Necə saat. tüp qoyursan? O mən qəşəng danışacağam. Yox, o mənə Tük yox. paxıllığı erdi ki, get lazerdə. Deyirəm, Allah verib də. Sən lazeri niyə görürsən? Niyə gedirsən? Sən Yox. saqqalının tükünə sinevin tükü birləşir, bilirsən? Hə, Bilim lazer verməsən qıram, sən, yəni. Lazer. Yox, yəni bu Allah verib də bu tükü düzdür. Sən Çox Allah alıb İstədiyi yerdən çıxsın da qardaş. Niyə Mən mənə də götürüb sənə Ona verim. verməyib məsələn. Ona verməyib, onu alıb mənə verib. Demirsə artıq varsa ver də, nə olur? Nə var ya? Sivicliyimə salmışsan. Artıq var. Onu kəsər. Artıqlıq edir. Allah. Uşaqlar sualları olan. Məncə sualları bitirək, uşaqlar üçün başlayaq inşallah. Başlayaq inşallah. Başlayaq inşallah. Çox oldu, İşimizin başlayaq. əsas bir hissəsi olacaq. Əsas hələ həyəcanlı olduğum yer oradır. Amma ondan ora keçməmişdən qabaq biz yəni izləyicilərimizə deyirik. Linkə aşağıda link var. Ora Daxil keçid edib kofe alıb bizə dəstək ola bilərsiniz ki Birimizdən də bir dənə xeyir görməmişik. bəli. Yox, görmüşük. Görmüşük. Hə, okey də onlar Təbii özümüzünkilərdir də onlar. Deməli, Yenə də. biz YouTube-da bir link qoyuruq və linklə vizual kofe alırlardı. Yəni əslində əsl kofe deyil. Vüsalında 600-dən kofe alacaq. Hə, Şurada o qədər aldıqları yoxdur. kofenin pulu ilə biz burada məsələn təşkil edirik avadanlıqlarımızı, texnikamızı falan və bu işi davam elətdiririk. Bəli, uğurlar. Yəni, Uğurlar inşallah. Xahiş etmək istəyirik ki, yəni o linkə daxil olub bizə kofe alsınlar. Və da eyni bizim zamanda dəstək olmaq abunə olun. Elə like bil ki eləmək. şeydir Like də bu, edin müasir Yəni dilənçilik. sən də misal onu izləyəcəyimiz o kameradan Bəli, mən də səslənirəm. Mən Vüsal Bərbər Xırdalan sizdən xahiş edirəm. Kofelər çox eləyin, oradan artıq olsun. Bol Boğazımızı olsun yaşayaq. inşallah. Çox Bu gözəl. olmuzu kofuda. Kollektivdir. Çox doğrudan da özümü tam səmimi hiss elədim. Elə bildim salondayam. Elə biləm sizi 15 il tanıyıram. İnanırsınız uşaqlar. ürəyin nə var Mən istəyəcək. sizi izləyirəm. Maşallah olsun. Qarşılığı oldu Təşəkkür. orada. Bu Səmimi, qarşılığı. çox möhtəşəm. Təşəkkür. Təşəkkür, Həmişəki kimi təşəkkür. qeyd eləmək istəyirəm. Bizim dostlarımız, bizim tanışlarımız, bizi izləyən uşaqlar, Bizə dəstək olanlar. bəli, dəstək olanlar. Hamımız kamera, bundansınız. Özünüzü almışsınız. Hamınız özünüzü almışsınız. Hamımız bundansınız. kamera arxası və sosial mediada bizim dostlarımız, tanışlarımız hamımıza
böyük Большое Minnətdarıq. спасибо. Çox sağ olun, Yəni biz ki, deyirik. həmişə Öpürük sizi. yanınızdasınız. Hamısını görürük, hamısını oxuyuruq. Hamısı kim dəstək eləmir, onu da görürük. Hamını Məsələn, qeyd Java. eləmişik. Yo, adını qoy çəkədə Java. Məsələn, hər zaman sona kimi baxırsan. Bəli, bəli. Cavadır, Belə Ramindir. deyil, Ramindir. Ramin Ürəkdir həmişə də. bizi dəstəkləyir. Sinema Storydə paylaşır. Çox sağ olun. Hamınız Ya mən indi burdan da indi üzr istəyirəm, bir dənə söz Danışıraq deyim. elə. Yox, bir dənə sən saxlamırsan. Yoxdur da. Bir dənə söz deyim yadımda. Yaxşı da O bizə bütün gün yazıb dəstək istəyənlər var. Xahiş edirəm, gəlin bura bizə dəstək olun falan filan. İndi 5-imizə aid eləmirəm də. İndividual olaraq məsələn mənə yazanlar da olur, Lidiyaya da yazanlar olur, Rövşənə də və s. də. Yəni yəni özünüz bir şeyə dəstək olmursan, bizdən dəstək istəyirsinizsə, uşaqlar yazmayın. Yəni ciddi deyirəm, yox cavabını Eləməyəcək. alacaqsınız. Yəni yazmayın. Durub hardasın nəsə işiniz olur, çağırırsınız, gəlib dəstək olur, olmayacaq. Yəni mən burada açıq-aşkar deyirəm sizə. Bəli. Yox, belə Qarşılıqlı. yox, mən belə deyil. deyirəm, mən- Qarşılıqlı olsa Yox. siz də bizə dəstək. Mən ümumən deyirəm biz də ki, sizə- olmayacağam. Yəni mən öz adıma deyirəm. Yəni O öz Yəni bilər, olur elə amma şeylər. İndi belə Misal, bundan mən də belə bir doğrudan şey onu çıxır. sual verəcəydim ki, əvvəl məsələn sən kimdənsə dəstək istəmirsən, yəni köməklik və yaxud nəsə eləməyiblər. Amma indi tuzdurandan sonra hamısı bitib yanında. Elə bir adamlar var. elə nasıl insanlar? Bəli. İnsanlar Bəli. Bəli. Aşağı zirvədə olanda bir də aşağıda olursan, heç kimsən. Hə belə deyək, tanınmayan Birinə deyim, vaxtlarda. ay sağ ol demişəm ki, bir dənə bunu həyata keçirmək olar. Görmüşəm ki, cavab gec gəldi də. Amma indi bu momentdə promo yanımdadır da. Bir sözümə. Onu da uje mən qəbul Etmir. Biz də qəbul eləmirik. Biz də yəni bundan sonra belədir. Bəli. öz adıma danışıram, mən qəbul eləmirəm. Biz də Amma qəbul yenə də eləmirik. kim Düzə dəstəkləyir, kim həmişə bizim yanımızdadır, hamımızı görürük, hamımızı Təşəkkürümüzü Təşəkkür bildiririk. Necə deyirlər, bir addım atana 5 addım atır. Bəli. bəli. Özünüz də bilirsiniz ki, sizin tədbirlərdə, bütün tədbirlərdə gəlib qəşəng iştirak da eləyirik. Bütün sastavla gəlirik. Kimsə gələ bilmirsə özümüz, yəni ki, heç vaxt Əvəzini sizi çıxardıq. tək qoymamışıq. İndi də sizin Sizə dəstək dəstəyiniz bizə lazımdır. Artıq Amma dərəcədə görmürük. xahiş eləyirik ki, siz də bizi dəstəkləyin. Bizimlə olun, abunə olun, repost eləyin, komment yazın. Tak ki, Bəli. hamınızı yenə də sevirik. Hamınızı Mən hamınızı görürük. sevirəm. Mən sevirəm, hamınızı Seçmişik. sevirəm. İnşallah təbii ki, dəvətimizi qəbul edib gəldiyiniz üçün çox sağ olun. Buyurun. Təşəkkürlər. Səmimiyyətin və xoş söhbətin üçün Doğru. çox sağ olun. Çox ləzzətli. Bizə həqiqətən çox xoş oldu Allah və sizi var eləsin. dediyimiz bilyard məsələsini çünki bizim üçün çox maraqlıdır. Axırı nə Bu olacaq? yaşımızdadır. Onu da eləyəcəyik və O qədər sevinərəm. onu mütləq şəkildə Çox eləyəcəyik və xoşbəxt Mən olaram. səni sevindirməyəcəm. Söz verirəm. onu mütləq Sən yox, şəkildə Vüsal eləyəcəyik sevindirəcək. və Mən sevindirəcəm qardaş. hətta o Vüsal onlar Vüsala dəstəkdilər də. Mən də çox şad oldum. Sizin kollektivə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Maşallah olsun. Günü-gündən qalxasınız. Allahın köməyi ilə ruzunuz bərəkətli olsun. Çox sağ Çox olun. sağ olun. Mən də çox şad oldum. Vüsal. Vallahi billahi. Başlayaq. Məhəmməd, ya Əli. Orada işi çıxıb başlayacaq. Xoş gördük. Keç. Hardan gəlmisiniz? Deyən görün. Hardan izləyirsiniz? Əmin sən qardaş. Orijinal başqa şeydir. Vüsal istili, yenə də Vüsal istili. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü qonağımız Mirzədir. Mirzə, xoş gəlmisən qardaş. Xoş gördük. Hardan gəlmisən inşallah? Masazırdan. Masazırdan. Buradan bütün Masazırı salamlayıram inşallah. Hardan izləyirsiniz məni? TikTok'dan, YouTube'dan. Hansı saç düzümünü bəyəndin orada Mirzə? Vüsal istili. Vüsal istili, tam əminsiniz də. Əminəm. Əziz dostlar, izləmədə qalın xahiş edirəm. Mirzə neçə yaşlı qardaş? 33 yaşım var. 33 yaş. Sizə sağlam, can sağlığı arz edirəm. 33 yaşdan Mirzə, 25 yaşa inanırsınız, tam səmimiyyətimlə deyirəm. 25, 25 yaşa. 26 eləyəcəm. Çox olmadı. 25 yaşım. 25. Əziz dostlar, neçə? 26 olsun. 26 yaşa. Hətta 25 yaşa aparacam əziz dostlar. İzləmədə qalın xahiş edirəm. Başlayaq inşallah. Başlayaq. Allah, Məhəmməd, ya Əli. Kainatda yoxdur sənin oxşar.
zülmət zaman xəstə Öldür, 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 öldür